Salam değerli Şevket kursu izləyicilərimiz. En çok verdiğiniz suallardan biri yağ azaltma problemi. Və yağı ölçmək istəyirik. Yağ məsəl üçün şübhə düzlənmir. Bunun üçün nə etməlisiniz ilk öncə uşaqlar? Soyuq motora, məsəl üçün maşın axşamdan dayanıbdır. Gəlib o vəziyyətdə şübhə çəkib baxmalıyam ki, görüm yağ nə qədərdir, azalma var yoxsa yoxdur. Bundan bağlı sizə bir dənə maarifləndirici video çəkəcəm ki, maşın soyuq vəziyyətdə start götürməmiş, gətirirsiniz maşını, açırsınız kapotu və başlayırsınız şübhə çəkib yağın səviyyəsinə baxmağa. Deməli, neysin uşaqlar? Açırıq kapotu. Görürsünüz ki, necə gözəl vəziyyətdədir maşın. Daha sonra isə bizim o şub dediyimiz metal var. Bunu çıxardıram. Təqdimat kimi göstəririk. Dəqiqliklə ki, yağ. Məsələn, 2000 gedib, hələ də görürsünüz, yağın keyfiyyətinə necədir vəziyyət, normaldir. Bir də bunu silirəm. Oldu təmiz, düzdürmü? Bax, dəqiqliklə olsun. Oldu təmiz. Təkrar taxıram yerinə. Biraz götdüm, tezini çıxartdım. Gətirirəm. Yağ yerindədir. Görürsünüz də. Ölçü çubuğunda ən üst hissə minimumdur. Yəni bura kimi minimumdur. 3 dənə halqa görürsünüz də. Xətt görürsünüz. Ən altdakı minimumdur. Bu da 4 litr yağ varsa motorun içində. Onun hardasa 3 litrdən sonrasını göstərir bu çubuq. Əgər ki 500 qram, 500 qram azalma olsa, olacaq ikinci xəttin üzərində, orta xəttin üzərində. Amma yox. Sırf bu xəttin üstdədirsə, bilin ki 3 litr və yaxud 3 litr 100 qram yağ var içində. Hal-hazırda yəni gördüyünüz kimi bu maşın belə deyək də sizə. Gedibdi 2000-ə yaxın gedib yağ dəyişmədən sonra. Heç yağ azalma yoxdur. Görürsünüz yerindədir. Şubda hər şey yerindədir, qaydasındadır. Hələ dajı artıqlamasından üstündə, xətt üstündə idi ki, yəni yağ üstündədir ki, narahat olma, sül getsin. Maşın demək hər şey qaydasındadır. Nə kollektorunda problem var, nə üst krışkanda problem var və yaxud hər hansı bir detalında yağ buraxan yer yoxdur və motorda yağ yemir. Qurtardı getdi. Bir mənalı maşınınızın mühərriki yağ azaltması varsa, motor yağ yeyirsə, bizdən əlaqə saxlaya bilərsiniz.